Yəni təyin olmağı odur ki, necə, nəcür, hansı sualına cavab verir təyin kimi. Təyin olur. Feil sifət də sifət kimi isimləşir. Əsasları budur. Bizə əsas bu lazım. Bax, deyirəm, məsələn, gəlin bir dənə feil sifət götürək. Deyirəm, yazan, məsələn, yazan uşaq. Elə. Birinci deyirəm, hansı suala cavab verir. Hansı uşaq? Yazan uşaq. Əşyaya aid olur. Uşaq sözünə aiddirmi? Təyin olur. Əgər necə, nəcür, hansı suala cavab verirsə, demək ki, o təyindir. İsimləşir. İsimləşmək nə deməkdir? Bax, deyirəm ki, məsələn, yazanları gördüm. Sual verin Sayat xanım. Kimləri, yoxsa yazan kimi? Gördüm və sağ. Bu nədir? İsimləşmə. İsimləşmə. Gördük mü? Amma nədir? Sizin səsiniz biraz qırılır. Bilmirəm, məndə yoxsa. Sizdən də olur. Səsim əks səda verir. Aytaç, sizdə də elədir, yoxsa? Gəldim feylə. İndi də qırılır səsim səs bağlayanda. Səsi bağlayanda qırılır. Səs verir. Tamam. Gəldik feil sifətin feilə aid xüsusiyyətləri. Feil sifətin feilə aid xüsusiyyətləri yenə eyni şeydir. Nət. Bayaq yazmışdım. Növə görə dəyişmə, ətrafına söz toplama, təsirli, təsirsiz, təsdiq, inkar. İndi burada bir şey var. Mən dedim ki, şəkilçilər hansılar oldu? Anası malı dikəcəkmiş. Ası malı acaq bir də mış. İndi gəlin buna nümunə yazaq. Məsələn, deyirəm oxuyan şagird və yaxud deyirəm oxunası kitab və yaxud deyirəm oxunmalı kitab və yaxud deyirəm, bu d-qın yanında həmişə mənsubiyyət şəkilçisi olacaq. Məsələn, oxuduğum kitab. Və yaxud oxunacaq kitab. Və yaxud oxunmuş kitab və s. Gördünüz, hansına aid nümunə yazdıq. Yadınızda saxlayın. Feili sifət şəkilçiləri və yaxud feili sifətin özü zamana görə dəyişmir, amma şəkilçiləri zaman məzmunu daşıya bilər. Bax, yenə deyirəm. Zamana görə dəyişmir, amma şəkilçilərdə zaman məzmunu var. Bu da əzbər kimi yadınızda saxlasanız bəsdir. Ən şəkilçisi indiki zaman məzmunudur. İndiki zaman. Məsələn, yazan uşaq, yəni bunu indiki zamanda eləyir də, yazır hələ də. Acaqdır, acaq, malı, bir də ası. Bax, bu gələcək zamandır. Məsələn, yazılacaq kitab, oxunmalı kitab, yazılası kitab. Yəni, bu elə gələcək zamanda olur da. Dıq plus mənsubiyyətdən mış şəkilçisi də keçmiş zamandır. Məsələn, yazdığım kitab, yəni yazıb qurtarmışam da, yazılmış kitab. Yəni, bu artıq nədir? Keçmiş zaman. Bax, feili sifətdən də bu qədər. Amma indi gəlin sizə bir şey deyim. Bax, burada malı şəkilçisini biz bundan qabaq harada görmüşdük? Vacibdə. Bəli, baxın indi. Malı şəkilçisini, ası şəkilçisini, acaq şəkilçisini bundan əvvəl də görmüşəm. Bax, məsələn, deyirəm malı şəkilçisi var,
vacib şəklin şəkilçisi, var fe'li sifətin şəkilçisi. Sonra ası var lazım şəklin şəkilçisi. Lazım. Var fe'li sifət şəkilçisi. Acaq var Gələcək zaman. gələcək zaman şəkilçisi. Acaq, əcək, gələcək, gedəcək. Var fe'li sifət. Yaxşı, mən necə seçəcəm ki, burada lazım şəkildir, burada vacibdir, yoxsa fe'li sifətdir? Sual verməklə, əgər necə, nə cür, hansı sualına cavab verirsə, olacaq nə? Fe'li sifət. Fe'li sifət. Məsələn, deyirəm ki, yazılmalı kitab, elə. Yazılmalı kitab. Sual verək, necə kitab? Hansı kitab, necə kitab? Hansı kitab? Hansı? Əgər hansı sualını verirəmsə, olacaq nə? Fe'li sifət. Aha. Amma desəm kitab yazılmalıdır. Nə kitab? etməlidir? Yazılmalıdır. Bax, burada da malı-məli var. Amma nə etməlidir sualına cavab verirəm deyə? Nə etməlidir? Burada vacib şəkil olacaq. Aha. Olur nə? Vacib şəkli. Bir dənə qaldı fe'li bağlama. Bir də qaldı nə? Fe'li bağlama. Fe'li bağlama da yenə eyni kim hissəsinin xüsusiyyətini daşıyır. Var zərfin xüsusiyyətini daşıması. Var fe'lin xüsusiyyətini daşıması. Fe'li bağlama yeganə bu təsriflənməyən formadır ki, məsələn, o birisilər indi sizə keçəndə deyəcəm, mübtədə ola bilər, xəbər olur, təyin, tamamlıq olur. Amma fe'li bağlama yalnız və yalnız cümlədə zərfli olur. Bir, zərf kimi hərəkətin tərzini, zamanını və s. bildirə bilər. Tərz, zaman, miqdar və s. bildirə bilər. Zərf kimi, bunu qayda olaraq yadınızda saxlasınız, bəsdir. Cümlədə yalnız zərfli olur. Cümlədə yalnız zərfli olur və zərfin suallarına cavab verir. Bir də sualları. Yenə, fe'li xüsusiyyətlərdə nət olaraq qalır, day onu yenidən yazmıram. Fe'li bağlamanın şəkilçiləri çoxdur və bunu xüsusi bir cümlə falan tapmamışam da, yəni elə bir şey deyim ki, tapa biləm. Bir dəqiqə üzü istəyirəm, havam gelir. Hə, baba. Kursda harda olun bu vaxtı? Əşək işdə olması ki, eləməm özüm, yaxşı. Dərs keçirəm. Hə. Fe'li bağlamanın şəkilçiləri hansılardır? Var. Üb, ara, madan. Amma bunu əzbərləməyiniz lazımdır. Mamış, arken, dıqda, dıqca, arak, madan, mamış, arken, dıqda, dıqca, anda, armaz, məncə qalmadı. Yox, bir də ınca. Məncə hansını yazıb? Üb, arak, madan, mamış, arken, dıqda, dıqca, anda, armaz, bir də ınca. Məsələn, yazıb. Məsələn, yazaraq. Məsələn, yazmadan. Məsələn, yazmamış, yazarkən, yazdıqda, yazdıqca, yazanda, yazar yazmaz, yaza yaza, bir də yazınca. Burada fe'li bağlamanın şəkilçilərindən 2 dənə şəkilçi, 2 də nə demək? Üb, hə. Sizi çaşdıra bilər. Bax, üb şəkilçisi var, keçmiş zaman şəkilçisi. Keçmiş zaman.